Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Saatlar 13 tamam göstərir. Efirdə xəbər vaxtıdır. Studiyada Roya Rauf qızıdır. Azərbaycan və Türkiyənin strateji əməkdaşlığı onların qlobal təsir gücünü artıra bilər. Son zamanlarda hər iki ölkənin iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrinin genişləndirilməsi müəyyən fikirlər formalaşdırır. Xüsusilə də Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə siyasət yürütmələr, enerji layihələrinin genişləndirilməsi tərəflərin qlobal təsir gücünü artıra bilər. Belə olduğu təqdirdə Ankara və Bakının yeni dünya düzənində rolu necə olacaq? İzləyək. Azərbaycan və Türkiyənin yeni dünya düzənində rolu bir neçə əsas faktorda müəyyənləşə bilər. Bu xüsusilə enerji resursları, ticarət yolları və nəqliyyat dəhlizləri baxımından əhəmiyyətlidir. Zəngəzur dəhlizinin açılması prosesdə əsas dönüş nöqtələrindən biri ola bilər və hər iki ölkənin regional təsirini gücləndirəcək. Həmçinin Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Ekspertlər deyirlər ki, layihə Cənubi Qafqazın siyasi xəritəsini dəyişdirə bilər. Zəngəzur dəhlizi, yəni orta dəhliz əgər açılarsa, yəni ki açılacaqsa, çünki bu da Türkiyənin əsas prioritetlərindən biridir. Deməli, masaya qoyduğu şərtlərdən biridir ki, Azərbaycan bir ərazisi ilə Naxçıvanla quru yolu olmalıdır və bilirsiniz ki, bundan sonra da həmin bu dəhliz artıq Türkiyə coğrafiyasını, Türkiyə dövləti ilə Türk coğrafiyasını birləşdirəcəkdir. Eyni zamanda Türkiyə Türk Dövlətləri Təşkilatı vasitəsilə öz güc balansını yüksəldib. Ankara və Bakı Türk Dövlətləri Təşkilatı çərçivəsində Orta Asiya dövlətləri ilə əlaqələr gücləndirir. Türk dünyasının birliyi həm iqtisadi, həm də hərbi strateji baxımından yeni dünya düzənində ciddi faktor ola bilər. Siyasi şərhçilər bildirirlər ki, xüsusilə Çin, Rusiya və Qərb arasında balans yaratmaq Türk dünyasının güclənməsində mühüm rol oynayacaq. Türk Dövlətləri Təşkilatı, NATO gibi askeri, Avrupa Birliği gibi ekonomik bir birlikteliği ve ortak siyasi hamleleri inşa etmeleri halinde 2045 vizyonunda 3. kutup olma bize çok daha rahat erişecek ve Türk dünyası yeni dünya sisteminin önemli siyasi bir duruşu olacaktır. Azərbaycan enerji ehtiyatlarına malik bir ölkə kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənubi Qafqaz dəhlizi, TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazı Avropaya ixrac olunur. Ankaranın enerji qovşağı olması və Bakının bu prosesdə mühüm təchizatçı rol oynaması onların yeni dünya düzənindəki mövqeyini möhkəmləndirəcək. İki ölkə arasında yeni əldə olunmuş razılığa əsasən Azərbaycan Dövlət Neft Şirkəti yaxın müddətli perspektivdə Türkiyə iqtisadiyyatına daha 7 milyard ABŞ dolları dəyərində yatırım edəcək. Yaxın müddətli perspektivdə Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi artacaq və bu iki ölkə arasında yeni əməkdaşlıq perspektivlərinin kökünü qoyacaq. Analitiklər deyirlər ki, Azərbaycan və Türkiyə yeni dünya düzənində enerji təhlükəsizliyi, nəqliyyat, hərbi güc, Türk dünyasının birləşdirilməsi kimi strateji sahələrdə mühüm oyunçular olacaqlar. Onların birgə fəaliyyəti regionda sabitliyin və inkişafın təmin edilməsinə, həmçinin Türk dünyasının qlobal arenada daha güclü mövqeyə sahib olmasına kömək edəcək.